Konferansda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak ediblər. Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanda azərbaycanlıların yaşadığı müxtəlif bölgələrdən, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra zəfər tariximizə həsr olunmuş video çarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Ceyhun Cəlilov bildirib ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların dinc, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində yaşadığı məkan olub. Bu ənənə əsrlər boyu formalaşaraq dövlət siyasəti səviyyəsində qorunub və inkişaf etdirilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dini mənəvi dəyərlərə münasibət yeni keyfiyyət mərhələsinə yüksəlib. Bugün həmin siyasi kurs Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir. Ceyhun Cəlilov vurğulayıb ki, müasir dövrdə Azərbaycan yalnız tolerantlıq mühiti ilə seçilən ölkə deyil, eyni zamanda bu modeli beynəlxalq səviyyədə təşviq edən mərkəzə çevrilib. Multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunub. Bu sahədə mühüm təşəbbüslər irəli sürülüb. Ölkəmizdə keçirilən beynəlxalq forumlar, dinlər arası dialoq platformaları və humanitar tədbirlər Azərbaycanın bu istiqamətdə qlobal rolunu daha da möhkəmləndirib. Konferans çərçivəsində aparılacaq müzakirələrin Zəngəzur dəhlizinin tarixi, mədəni və strateji əhəmiyyətinin daha dərindən öyrənilməsinə, mənəvi dəyərlərin qorunması istiqamətində yeni təşəbbüslərin irəli sürülməsinə, eləcə də dini həmrəyliyi möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini əminliyini ifadə edən səlahiyyətli nümayəndə tədbirin işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zəngəzur dəhlizini ayrılmış bağların bərpasını, keçmişlə gələcəyin qovuşmasını ifadə edən unikal xəritə kimi dəyərləndirib. O bildirib ki, bu xəritədə tarixi yaddaşımızın bir hissəsi və gələcəyə sonsuz ümidlərimizin ifadəsi əks olunur. Ramin Məmmədov qeyd edib ki, qloballaşma və sürətli informasiya axını fonunda dini dəyərlərin düzgün anlaşılması, onların mahiyyətinin qorunması getdikcə daha da aktuallaşır. Müxtəlif ideoloji təsirlərin və dəyərlər sistemlərinin toqquşduğu bir şəraitdə mənəvi kimliyin qorunması ideoloji təhlükəsizlik, mənəvi dayanıqlıq və milli özünüdərk məsələsinə çevrilib. Bildirilib ki, ortaq və ümummilli dəyərlər ətrafında birləşmək cəmiyyətləri parçalanmadan qoruyan, onları yad və zərərli təsirlər qarşısında daha dayanıqlı edən əsas amillərdəndir. Türkiyə və Gürcüstandan olan din xadimlərinin tədbirdə iştirakı da mənəvi dəyərlərin qorunmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən əməkdaşlıq niyyətinin göstəricisi kimi qiymətləndirilib. Ramin Məmmədov vurğulayıb ki, Zəngəzur yolu ideoloji və mənəvi inteqrasiyanın mühüm aləti kimi dəyərləndirilməlidir. Bu yol xalqlar arasında ünsiyyəti intensivləşdirəcək, ortaq dəyərlərin daha geniş coğrafiyada möhkəmlənməsinə, milli dini kimliklərin sağlam əsaslar üzərində qorunmasına imkan yaradacaq. Qeyd olunub ki, Zəngəzur yolu yalnız bir layihə deyil, yaddaşımızın davamı, kimliyimizin ifadəsi və region tarixində yeni mərhələnin başlanğıcıdır. Yeni reallıqlar və imkanlar fonunda qarşıda duran əsas vəzifənin mövcud dəyərləri qorumaqla yanaşı onları inkişaf etdirmək olduğu bildirilib. Din xadimlərinin missiyasının zərərli ideoloji təsirlərə qarşı maarifləndirici mövqenin gücləndirilməsi, sağlam düşüncə tərzinin formalaşdırılması və milli həmrəyliyi möhkəmləndirilməsinə töhfə verməkdən ibarət olduğu diqqətə çatdırılıb. Sonda konferans iştirakçıları birgə xatirə fotosu çəkdiriblər. Tədbir, ortaq dəyərlərimiz və dini həmrəylik, keçmişdən bugünə və mənəvi dəyərlərimizin qorunmasında yeni çağırışlar mövzularında müzakirələrlə davam edib.